Salam, 5-ci sinif Azərbaycan tarixindən 5-ci dərsimizə keçirik. Dərs 5. Dövlətlər nə üçün lazımdır? Qədim insanlar çox çətin və təhlükəli şəraitdə yaşamışlar. İnsanlar sayca az, ətraf mühit isə əksinə vəhşi heyvan sürüləri ilə dolu idi. Belə vəziyyətdə insanlar birləşməyə, bircə fəaliyyət göstərməyə məcbur olurdular. Artıq bilirsiniz ki, ilk insanların əsas məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Ov üçün seçilən heyvana xüsusi tələ qurulurdu. Onları ya qayalıqlardan aşağı atılmağa məcbur edir, ya da əvvəlcədən qazılmış xəndəyə salırdılar. Amma bu xüsusi təşkilatlanma tələb edirdi. İnsanların içərisindən ən cəsarətlisi vəhşi heyvanı qızışdırıb ardınca aparırdı. Qalanları isə qışqırıqlarla onun əvvəlcədən müəyyən edilmiş yoldan kənara çıxmasına imkan vermirdi. Belə ov planı əvvəlcədən hazırlanırdı. Bu isə məqsədli fəaliyyət idi. Deməli, insanlar ən qədimdən hansısa təsisat yaratmağa zərurət hiss etmişlər. Təsisat, qurulmuş, yaradılmış idarə, təşkilat deməkdir. Başçı. Zaman keçdikcə qəbilələr meydana gəldi. Qəbilə bir soydan törəmiş və birlikdə yaşayan nəsildir. Bir neçə qohum qəbilə birləşərək tayfa yaratdı. Tayfa, müəyyən dövrdə adamların qohumluq münasibətlərinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyidir. İstər qəbilənin, istərsə də tayfanın bir başçısı olurdu. Başçı təcrübəli, tədbirli, cəsarətli və güclü şəxslər arasından seçilirdi. Ona qəbilə və ya tayfanın ağsaqqalları yardım edirdilər. Başçı və ağsaqqallar ümumi yığıncaqda seçilirdi. İcma üzvləri seçdikləri bu şəxslərin qəbul etdiyi qərarlara sözsüz tabe olurdular. Kahinlər. Qədim insanlar təbiətdə baş verən adi hadisə və proseslərin səbəblərini anlaya bilmirdilər. Nə üçün yağış yağır? İldırım niyə çaxır? Təbii fəlakətlər, zəlzələlər, daşqınlar və s. niyə baş verir? Bu sualların cavabını tapa bilməyən insan baş verən təbiət hadisələrini ilahi qüvvələrə bağlayırdı. Beləliklə, iç dini təsəvvürlər yaranmağa başladı və din xadimləri, kahinlər ortaya çıxdı. Kahinlər öz dövrünün savadlı adamları hesab olunurdu. Onlar əhali üzərində böyük təsirə malik idilər. İnsanlar inanırdılar ki, kahinlər ilahi qüvvələrlə onların arasında vasitəçidir. Dövlət necə yarandı? Maldarlığın və əkinçiliyin meydana gəlməsi, əmək alətlərinin təkmilləşdirilməsi dövlətləşmə prosesini gücləndirdi. Əkinçilik, maldarlıq və sənətkarlıq istehsal təsərrüfatının yaranması demək idi. İstehsal təsərrüfatı, istehsalı təşkil edən hər şeydir. Artıq insanlar qidanı yalnız ovdan və yığıcılıqdan əldə etmirdilər. Özləri də dənli bitkilər əkir, malqara saxlayırdılar. Əvvəllər insanlar özlərinə güclə yetəcək qədər məhsul istehsal edirdilər. Yeni əmək alətlərinin yaranması məhsul artımına səbəb oldu. Məsələn, əkinçilikdə torpağı yumuşaltmaq üçün xışdan istifadə olundu. Süni suvarmanın, yəni çaylardan arxların və kanalların da çəkilməsi əkinçilikdə böyük yüksəlişə səbəb oldu. Məhsul çoxaldı. Artıq məhsul qəbilə və tayfa başçılarının, ağsaqqalların, kahinlərin əlində cəmləşməyə başladı. Tədricən varlı və yoxsul təbəqələr meydana gəldi. Malqaranın sayının artması insanları yeni otlaq sahələri axtarmağa məcbur etdi. Bu, tarixdə insanların böyük yer dəyişməsinə gətirib çıxardı. Otlaqlar uğrunda müharibələr başlandı. Bu müharibələrdə qalib gələnlər məğlub olanların sərvətinə, torpaqlarına yiyələnirdi. Özləri isə ya öldürülür, ya da qul edilirdilər. Əgər insanlar əvvəllər vəhşi heyvanlardan qorunurdularsa, indi insan insandan qorunmaq məcburiyyətində qalmışdı. Bunun üçün isə xüsusi təşkilata, dövlətə ehtiyac var idi. Beləliklə, istehsal təsərrüfatının inkişafı, süni suvarmanın yaranması insanlar arasında təşkilatçılığı gücləndirdi.
Arxların suvarma kanallarının çəkilməsi, həmçinin tez-tez təmizlənməsi isə böyük güc tələb edirdi. Dədə Qorqud kinofilmində Dədə Qorqud gənclərə tövsiyə edir ki, torpağı əkib becərmədinsə qorumağa dəyməz. Qorumadınsa əkib becərməyə dəyməz. Ordun yoxsa yurdun yox. Müharibələrin başlanması isə daimi hərbi dəstələrə, orduya zərurət yaratdı. Ordunu saxlamaq üçün isə əlavə vəsait tələb olunurdu. Bu, vergi anlayışının meydana gəlməsinin əsas səbəblərindən biri oldu. Əhali gəlirlərinin bir hissəsini qoşun saxlanılmasına verməli idi. Ordu olmazsa, əhali hücum edən düşmənlərin qarşısında müdafiəsiz qalardı. Dövlətin əsas vəzifələrindən biri məhz ərazisinin və burada yaşayan əhalinin müdafiəsi oldu. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Başçı Ağsaqqallar Şurası və kahinləri müasir dövrdə hansı vəzifələrlə müqayisə etmək olar? Başçı adətən tayfanın və ya cəmiyyətin ali rəhbəri olaraq həm inzibati, həm də hərbi qərarlar verirdi. Bu vəzifə müasir dövrdə prezident, baş nazir, icra başçısı kimi rəhbərlik vəzifələri ilə uyğunluq təşkil edir. Ağsaqqallar Şurası müdrik və təcrübəli şəxslərdən ibarət olub, başçıya məsləhətlər verir, vacib ictimai məsələlərdə söz sahibi olurdular. Müasir dövrdə bu funksiyanı parlamentlər, məsləhətçi şuralar, ictimai və əxlaqi komitələr və ya ağsaqqallar məclisi yerinə yetirə bilər. Kahinlər dini ayinləri icra etməklə yanaşı, mənəvi və bəzən siyasi məsələlərə də təsir göstərirdilər. Bu baxımdan onların müasir qarşılığı kimi dini liderlər, axundlar, keşişlər və digər ruhani şəxslər göstərilə bilər. Dövlətin rolunu və əhəmiyyətini dəyərləndirin. Dövlət cəmiyyətdə nizam-intizam yaradır, qanun qaydaları müəyyən edir, insanların təhlükəsizliyini və müdafiəsini təmin edir, iqtisadiyyatın inkişafına və insanların sosial rifahına şərait yaradır, təhsil, səhiyyə, mədəniyyət kimi sahələrin inkişafına nəzarət edir, cəmiyyətin ümumi mənafələrini qoruyur, mübahisələri həll edir. Yəni, dövlət insanların bir yerdə qaydalı, təhlükəsiz və rahat yaşamasına kömək edən əsas qurumdur. Dövlətin vəzifələri haqqında kiçik təqdimat hazırlayın. Bu əslində sizin edəcəyiniz tapşırıqdan mən sizə yenə də köməklik göstərim. Dövlət insanların təhlükəsizliyini qoruyur və cəmiyyəti idarə edir. Dövlət qanunları qoruyur və pozulmamasını təmin edir. Polis və ordu vasitəsilə insanları qoruyur. Məktəb və xəstəxanalar açaraq insanların təhsil almasını və sağlam qalmasını təmin edir. Yol, su, elektrik və digər vacib xidmətləri təşkil edir. Məhkəmələr vasitəsilə insanların hüquqlarını qoruyur və ədaləti təmin edir. Beləliklə, dövlət sayəsində insanlar təhlükəsiz, rahat və qaydalı yaşaya bilirlər. Dövlətin əsas əlamətləri. Ərazi və sərhədlər, yəni dövlətin öz torpağı və həmin torpağı qoruyan sərhədləri olur. Paytaxt, dövlətin idarə olunduğu əsas şəhərdir. Hökmdar, dövləti idarə edən şəxsdir. Qanun, xalqın necə yaşamalı olduğunu göstərən qaydalar. Xəzinə, dövlətin vergilərdən və gəlirlərdən yığılan sərvəti. Ordu, dövləti düşmənlərdən qoruyan silahlı qüvvələr. Yəni, dövlətin mövcud olması üçün torpağı, xalqı, qanunları, idarəçisi və qoruyucu ordusu olmalıdır. Bəli, bu qədər. 6-cı dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.